Herkese salam, yeni bir vlogda xoş gördük hər birinizi. İnşallah hər kəs yaxşıdır. Demək dolu, yəni uzun bir aradan sonra yeni bir vlog başlatmışam. Müqəddəs torpaqlarımıza gedirik və istədim ki, bu da kanalımda xatirə qalsın. Çalışacağım ki, ən yadda qalan hissələri kontent halına gətirim, vloqluyum. İnşallah bəyənərək izləyərsiniz. Çalışdığım qədər dolu vlog paylaşmağa çalışacağım ki, kanalımda da xatirə qalsın. Qaynımgillə birlikdə yola düşmüşük. Bilirsiniz ki, mən heç ümumiyyətlə getməmişəm. İlk dəfədir mən gedirəm, amma Camalgil, uşaqlar hamısı gediblər, dəfələrlə gediblər. Mən ilk dəfədir ki, Qarabağa gedirəm. Ulu Tanrım adına atılıb əllərimiz, sevərək könlümüzü sənə verdik, sənə biz. Sənə hey şükr eyləsin atılan dillərimiz, bizə rəhmət ərisin acımış günlərimiz. Amin, amin, ilahi amin. Sənə hey şükr eyləsin atılan dillərimiz, bizə rəhmət ərisin acımış günlərimiz. Amin, amin. Bu pilləkənə çıxdı. Ata, yadına çıxır, erməni evinə girdik bir dəfə. Erməni başını oraya dönmüş. Öz tərəflər Dönək qayda. Ayağında yolun qıranda dayanır. Niyə? Hazır. Deyə bax.
Dersen yuxun gəlir. Gözlərinizi. Gece yatmış ha. Tamam, bu da olsun. Молодец, молодец. Ha biz ara gelmişiz ya. Benzerler değil mi? Şuşaya yaxınlaşdıqca dağlardan əsən meh, havanın gözəlliyi, yəni dillə deməklə başa salmaq olmaz. Çox gözəl, çox tərtəmiz havası var Şuşanın. Təbiəti çox gözəldir. Və mən bu gün üçün xüsusi hazırlaşmaq istəmişəm həmişə, yəni geyimimin fərqli olmasını istəmişəm. Belə bir geyim hazırladım, özüm beynimdə fikirləşdim, daha sonra dərziyə verdim. Naxışları kəsdim, öncə çəkdim, sonra kəsdim və verdim, dərzi hazırladı və mənim çox xoşuma gəldi. Milli ruhda olmaq istədim. Senden ötürü can vermeye cümle hazırız. Senden ötürü kan dökmeye cümle kadiriz. Üç renkli bayrağınla mesut yaşa. Minlerle can kurban oldu. Sinen herbe meydan oldu.
hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəndə tutmuş məkan, namusunu hifz etməyə, bayraq. Və nəhayət gəldik, çatdıq. Yol boyu düşündüyüm yalnız burada gedən döyüşlər Şuşa coğrafi quruluşuna görə alınmaz qalan hesab olunurdu və şəhər sıldırım qayalarla əhatə olduğu üçün düşmən yəni əsas yolu, keçidləri nəzarətdə saxlayırdı və bizim ordumuz yəni ağır silahlardan, texnikalardan istifadə etmək əvəzinə meşəlikdən, sıldırım qayaların arasından, cığırlardan keçib gecənin bir aləmi, yəni gecə vaxtı şəhərə daxil olublar və bu düşmən üçün təbii ki, çox gözlənilməz bir sürpriz oldu. Və Şuşada olan döyüşlər, yəni 2020-ci ildə o şahidi olduğumuz, yəni televiziyadan şahidi olduğumuz səhnələr, Şuşada gedən döyüşlər əsasən əlbəyaxa döyüşlərlə yadda qaldı və bu şiddətli döyüşlərin ardından 2020-ci il 8 noyabr həmin o möhtəşəm bir gün, yəni zəfər günümüz, Şuşa azad oldu və bu günü biz yaşayırıq. Şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Şuşa. Hər daşı canlı bir tarix olan bu qədim yaşayış məskəninin əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş. Və heç də təsadüf deyil ki, bir müddət bu qalanı Pənahabad adlandırmışlar. İqtisadi, siyasi və mədəni cəhətdən Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilən Şuşa, Azərbaycanın tarixi taleyinin mürəkkəb və ziddiyyətli bir məqamında 18-ci əsrin ikinci yarısında Qarabağ xanlığının paytaxtı olmuş. Qafqazın ticarət mərkəzlərindən biri kimi ipəkçiliyi, xalçaçılığı inkişaf etdirir.
Eşidənlər eşidib şöhrətini, ayam olub bilərik qiymətini, çəkərik zəhmətini, gəzmə çox yer üzünün cənnətini. Bax bir əvvəl Laçına, gəl Laçına, belə dur gəl Laçına, gəl Laçına, eşidir gəl Laçına, gəl Laçına, bu Daireli yolda düz gidin. Qüvvətli oğul ərlərimiz, o qoçaq ərlərimiz, qəti qoymaz igid əskərlərimiz, deyə yad əl Laçına, gəl Laçına. Əşi dur gəl Laçına, gəl Laçına, əşi dur gəl Laçına, gəl Laçına, bu mükəmməl Laçına, gəl Laçına. Cəsuru gördüm dedim bu Cəsur. Arxamızda da Qaqaş gəldi. Dedim Qaqaş bax. Günlərin oğlu. Qaqaş da tez sorunca. Novruz baba hardadır? Aydın gel bizim Ayla. Senden ötürü can vermeye cümle hazırız. Senden ötürü kan dökmeye cümle kadiriz. Üç renkli bayrağınla mesut yaşa. Minlerle can kurban oldu. Sinen hərbe meydan oldu. Hüququndan keçen əskər hər bir qəhrəman oldu. Sen olasan Gülistan, sənə hər an can qurban. Sənə min bir məhəbbət, sinəndə tutmuş məkan. Namusunu hifz etməyə, bayrağını yüksəltməyə. Cümlə gənclər müştaqdır, şanlı vətən, Azərbaycan. Xırmancıq kəndi. Qoç Əhmədli. Qalxanlı, maşanlı kəndi. Məsafəsini qoymağını bildin də. Əskərlərə uyğun, rəxtə, ehtiram addımları gedirik. Əskərlər belə-belə gedirik, bildin? İndi əskərlərin addımı bizi kimi deyil də. Bu addım sükut mənasıdır. Ömər kəndi, Vecnəli kəndi, Qərba, Tant kəndi. Görmürüm. Muratxanlı. Muratxanlı, kim kəndi idi Muratxanlı? Qaracalı kəndi. Ürək kəndi. Qaracalı. Bunun içinde bunun içinde ne var Ayta? Binalar. Orada adam söyler. Ölmez. Hiç şey kalmadı. Çok iyi burada. Oo. Baksana ne görün. Oğlum Salih yani. O işte. Yok çekme.
Bizi yaralandı ya da. Oo. Salih ondur kız. Aga. Sağlam sağlam. Mühürüm. Yazı. Hayal. Hadi gel ayağını salla. Ayağında taraf var. Evet. Ayağını salla. Ne olmuş ya, ne oluyor?